əcnəbilərin bizim məmləkətimizdə ağalıq eləməkləri mənə çox ağır gəlir. Bizsə polkovnik, məhz sənin bəyənmədiyin həmin o ağaların hesabına məmləkətimizin suverenliğini qoruyub saxlayırıq. Əgər o ağaların köməyi olmasaydı, üzdə bizə mehriban qonşuluqdan, iqtisadi əməkdaşlığın dəm vuranlar çoxdan məmləkətimizi xorza yükələmişdilər. Bir də uşaq deyirsən ki, özün hər şeyi yaxşı başa düşürsən. Bəli, cənab general, kimlə bostan əkdiyimizi də çox gözəl başa düşürəm. Görünür sizin millətin ağzının eğrisi heç vaxt düzələn deyil. Məhz bu məmləkətin sayəsində belə bir rütbəyə çatmısan polkovnik. O ki qaldı otay-butay söhbətinə. Bilirik qarnınızın ağrısını. Xam xəyaldı bu arzunuz, həsrətində olduğunuz körpülər çoxdan uçurulub. Bağışlayın, cənab general. Su gələn arxa bir də gələr. Bəs sıçrılığını saldınız bu ülkəyə. Tarix boyu sizin millətin işi gücü qarşılığı salmaq olub bu məmləkətə. Cənab general, bu məmləkətin ağırlığı da elə tarixən bizim millətin çiynində olub.